Hoş gördük mənim əzizlərim. Bugün sizlərə mən Saraslı elinin şair oğlu Yaşar Kemaloğlu yaradıcılığından gözəl bir şiir paylaşıram mənim əzizlərim. Şair yazır ki, nə yemək dostuyam, nə pul dostuyam. Çörəkli adamın çörək dostuyam. Başımdan aşağı milyon töksələr, ürəkli adamın ürək dostuyam. Qardaş deyənlərə mən qardaş ollam. Sirrini bölənə mən sirdaş ollam. Ölmə gedənə mən yoldaş ollam. Ürəkli adamın ürək dostuyam. Canımı verərəm can deyən mərdə. Qoymaram o qala qəmdə, kədərdə. Qoşa atlaram zər kimi nərdə. Ürəkli adamın ürək dostuyam. Yaxşılığa yaxşılıq edər hər kişi. Yamana yaxşılıq edər nər kişi. Yaşaram, görərəm belə bir işi. Ürəkli adamın ürək dostuyam. Ürəkli adamın ürək dostuyam. Ürək dostlarına eşq olsun. Sağ olun.